Nəyə görə Avropada pişik qətliamı getdi? Sizə ondan danışacağam. Avropada olan pişik qətliamı necə başlamışdı? Pişik qətliamına başladan isə Papa 9-cu George olmuşdu. O da indi pişiklərdən nifrət eləyirdi. Nifrət eləmə səbəbi ilə əhaliyə də, kilsədə olanlara deyirdi ki, bu pişiklər güya şeytana xidmət edir, həm də cadükarlarla işbirliyi eləyir. Bunun üstə də əhalinin çoxu sürətlə yığılaraq pişik ovuna başlamışdı. Həm də bəziləri var idi, cadükarı tutaraq, pişiyi də tutaraq yandırırdılar ya da öldürürdülər. Bunlar hamısı cəhalətdən olmadır. Pişik hamısı öldürüləndən sonra zamanında olanda da bəzi siçanlar var ki, Avropada da qədimdən günümüzə qədər vəba xəstəliyi milyonlarca insanın ölümünə səbəb olur. Avropada çox insanlar ölümünə səbəb olur vəba xəstəliyi. O pişiklər də boşuna öldürüldü. Həm də bir də siçanlar hər yerə yayılaraq əhalinin çoxunu da vəbaya məhkum etdi. Vəba xəstəliyi yoluxanda çox insanın elə qədimdən bu günə qədər də ölümünə səbəb olan bir xəstəlikdir. O pişiklər də boşuna öldürdü. Çünki pişiklər də siçanları tuturdu, həm də siçanlardan təmizləyirdi hamının evini. Bunların hamısı Papanın cəhaləti, bir də cahilliyi üzündən olmuşdur.